Hər kəs diqqətlə baxsın. Adna Razıva 2 dənə paltarıyam. Bu Ariston və ya Bek olmalıdır. Gətiriblər. Bu da Evrolux modeldir. Gördüyünüz kimi Adna Razıdır. Bunlar ştampovka ilə. Çox adam buradan kəsir, kley ilə, şurupla və ya buradan yığırlar. Bu da gəlir burada görürsün, hoqqalar zat verməyə məlum olur. Bundan yenə yaxşıdır. Buradan kəssən biraz kömək edir. Burada ilişirsən. Bunda lap pis gündədir. Çünki buradan keçmək çox çətindir. Amma mən belə eləmirəm. Gördüyünüz kimi buradan kəsirəm sadə. Belənçinə öz materialı ilə tikirəm. Ölkədə bunu heç kim eləmir. Yəqin ki, varsa bir nəfər maksimum ola bilər ki, eləsin. Amma o bir nəfərin olduğuna da hələ inanmıram. Yalnız bizim servizdədir. Tikilməklə, kleylə, şurupla deyil, öz materialı ilə kəsilir, tikilir. Kimə lazım olsa, paltaryağımız əgər səs eləyirsə, barabanı yüksək səs eləyirsə, sıxanda müraciət edirsiniz, gəlirik, sökürük, gətirik, düzəldirik, veririk, 6 ayda zəmanət veririk. Bu videonu dosta, tanışa göndərin, hamısının məlumatı olsun. Hətta bunu usta, tanıdığınız paltaryan ustaları varsa, onlara da göndərin. Bəlkə onların da heç xəbəri yoxdur, belə bir şey var. İstəsələr mənim yanıma gətirə bilərlər, mən onlara kömək edə bilərəm, düzəldib verə bilərəm. Yəni, barabanı gətirirlər, düzəldib verirəm, onlar da aparırlar, öz müştərilərinə təhvil verə bilərlər. Yəni, müştəri qiyməti başqadır, usta qiyməti başqadır, ustalara başqa şeydir, müştərilərə başqa şeydir. Müştəri bizə xahiş edir, gedirik, götürürük, hər şey edirik. Amma usta tək bax, gözü biz gətirir, biz onu həll edib veririk. Kimin bu barədə çətinliyi varsa, ölkədə bilirəm ki, çox ustalar bu işi görə bilmir və çətinlik çəkirlər. Bunu atqaz edirlər müştərilərə. Eləməyin atqaz, götürün, gətirin, düzəldəyin, verəyin, siz də aparın, müştərilərinizə təhvil verin. Baxın.